Dostlar, salamlayıram hər birinizi. Xoş gəlmisiniz. Abunə olmayanlar abunə olun. Yeni təsadüfən girənlər, yeni gələnlər abunə olsanız çox minnətdar olaram dostlar. İstəyirəm belə bir açım edim. 26-cı ildə həyatıma nə gələcək və həyatımdan nələr gedəcək. Baxın görün 2026-da həyatınıza nə gəlir və nə gedir. Birinci nə gedirə baxaq. 3 variant qoyacağım həmişəki kimi. Həyatımızdan nə gedir və həyatınıza nə gəlir. Bir dənə də məsləhət kartı açacağım. 3 variantdır dostlar. Birinci variantda belə bir energetik siçan. İkinciyə belə bir energetik mələk. Üçə də bayquşu qoyacağım dostlar. Və mən baxacağım energetik bilirsiniz nə deməkdir. Yəqin ki, məsələn elə kuklalar var. Yenə deyim ki, əllə düzəlir. Əllə düzəlir. Dikilir tamamilə eləsi də var ki, tökülür qəlbə və kodlaşdırılır. Ora bəzi enerji yüklənilir və o sizə işləyir. Düz inananlar da var, inanmayanlar da var. Hamıya hörmətlə yanaşırıq. Hər kəsin öz düşüncəsi var. Bax belə dostlar, mən birinci variantdan başlayıram. Əlaqə açım üçün, şəxsi baxım üçün nömrələrin videoların altında var. Ancaq WhatsApp-a yaza bilərsiniz dostlar. Maraqlıdır əlbəttə ki. Birinci variantdan baxırıq. 2026-da həyatınızda nə gedir və nə gəlir. Deməli belə. Və burada siz ola bilsin nəyəsə ilişib qalmışsınız. Məsələn, bütün diqqətiniz ondaydı. Daha çox onu maraqlanırdınız. İnsan ola bilər, vəziyyət ola bilər. Bəzi yalanlar da var idi orada. Bax, bu gedəcək. Bu gedəcək, bu vəziyyət. İli insan, ili vəziyyət. O özünüz seçim edəcəksiniz çünki. Başa düşürsünüzmü? Nə gəlir? Seçim eləyəsiniz. Seçim eləyəcəksiniz. Seçimlər eləyəsiniz. Ona görə də bu gedəcək və seçimlər eləyəsiniz. Burada nə deyirsə məsləhət olaraq kart. Burada kart sizə deyir ki, bax, nəyisə uzun müddət gözləyirdiniz. Bəlkə arılırdınız, bəlkə yalvarırdınız özünüz üçün də belə arzu edirdiniz. Və gözləyib dururdunuz nəyisə dəyişməyini. Və bununla əlaqəli ola bilsin bu tərəddüdləriniz. Bəlkə özünüz hansısa addım atmaqda tərəddüdləriniz var idi. Siz hansısa addımı atmalısınız. Gözləyib durmamalısınız. Başa düşürsünüzmü? Gözləyib durmayın. Bax, durarsınızsa gözləyib. Həmən şey bu il deyil olacaq. Belə. Hey qalasınız elə. Ona görə də bu il ola bilsin, siz seçim eləyəsi olacaqsınız. Nədəsə. Lüboy bir var ya, hərəyə bir şeydir. Hamı bir şey tutmur ki, ürəyində. Ola bilsin, bu gözlədiyiniz uzun müddətli bir şey barədə elə tərəddüdlərinizdən vaz keçəcəksiniz, addım atmalı olacaqsınız. Gözləyib durmayın. Məsləhət görür ki, gözləyib durmayın. Hərəkətə keçmək vaxtıdır. Xırda yalanlarla özünüzü aldatmayın. Nə də kimsə yalanlarına inanmayın. Nəsə bir şey uzanırsa, deməli siz qərar verməlisiniz. Kimisə qərarını gözləyib durmayın. Sizin həyatınızın əlaqəli qərarları, dostlar, özünüz verməlisiniz. İkinci variant. Nə gedir? Bax dostlar, burada böyle bir kart çıxıbdır. Burada ola bilər bir qadınla vidalaşası olacaqsınız siz. Bir qadınla vidalaşası ola bilərsiniz. Bəzilərinizdə belə bir şey deyim sizə, dostlar. Bax, bəzilərinizdə ola bilər magiya eləyəcəklər bu il. Prosta deyirəm kartda çıxanı. Bax, magiya da eləyə bilərlər bəzilərinizə. Diqqətli olun. Qadın xaylağına diqqətli olun, ehtiyatlı olun. Yaxşı, elə bir zəif qadın da deyil bu. Yəni, qəlbinə dəymin kimisə. Bir qadınla vidalaşası olacaqsınız. Bir qadınla ola bilər münasibətiniz korlanır və bu qadın ola bilər sizə nəsə qarğış-qarğıyar, nəsə eləyə bilər. Biraz buna diqqətli olmalısınız, yaxşımı? Və bir də burada sizə nə çıxıbdır? İkinci variant, çox diqqətli olmalısınız siz. Mən sizə deyim bunu. Özünüz öz işinizi çətinə sala bilərsiniz. Başa düşürsünüzmü? Və bu qadından uzaqlaşmağınız əslində sizi biraz
çətinə sala bilər bəzi işlərinizi. Özünüz qarbatitsi eləsi olarsınız, özünüz əziyyət çəkəsi ola bilərsiniz. Deməli belə dostlar, ikinci variant. Siz çox bu il diqqətli olun, yaxşı. Özünüzü biraz sıxıntıya sala bilərsiniz. Bax, əsir düşür ya adam. Əsir düşür. Ola bilər bu qadın kimdirsə, bu adamdan ola bilər siz uzaqlaşacaqsınız, biraz işiniz çətinliyə düşər. Ananız da ola bilər, valideyniniz də ola bilər. Bəlkə məsləhət verir, onun məsləhətinə qulaq asmayacaqsınız. Bu mənada verə bilər bu kart. Bir qadın xaylağından sələmdə ehtiyatlı olmanız məsləhətdir. Yəni pis düşməyin heç kəsdən. Sadəcə burada nə görürəm mən? Özünüz biraz öz işinizi çətinə sala bilərsiniz. Başa düşürsünüzmü? Biraz əziyyəti özünüz çəkəsi olarsınız. Biraz sıxıntı ola bilərsiniz, amma əziyyət çəkəsi olarsınız da, başa düşürsünüz. Bir dənə də sizə açım, istəmirəm negativdə qalsın. Ola bilər evdə, ailədə biraz problemlər olar. Hansısa qərarları verəsi olacaqsınız. Keçmişə də bağlı qalmayın. Keçmişə bağlı qalmayın. Bəzilərinizin təmizlənməyə ehtiyacı var, bax, energetik fonda. Dərd çəkib, qəm çəkib durmayın da dostlar. Əziyyət çəkmək lazımdırsa, biraz əziyyət çəkin. Şaşırırsınızmı? Əziyyət çəkin. Burada özünüzü disiplinada saxlayası olacaqsınız biraz. Kiməsə görə. Bax, biraz diqqətli olun əhatənizdəki insanlarla rastlaşanda, iş yeri olsun, har olur olsun. Biraz diqqətli olun, bəzilərinizə hətta biraz əl-qol da ata bilərlər. Bax, mən deyirəm onu sizə. Diqqətli olun, xanımlar əsasda. Üçüncü variant. İndi bu kartlardır, pis olmuyor. Boş yerə rastlaşmırsınız siz bu videoya. Sizə kainat nəsə demək istəyir, nədənsə ola bilər qorumaq istəyir. Kör-körənə inanın demirəm. Sadəcə ehtiyatlı olun da, ehtiyat yeni yaraşıqdır, elə deyilmi? Kainat sizlə həmişə yadınızda saxlayın. Kimisə ağzından danışır, kimisə əlinlə verir sizə, başa düşürsünüzmü? İnsanlar deyir, o znakları, işarələri oxuya bilsələr, diqqət eləsələr, az səhvlər edirlər həyatda. Az xata-şata gələr başlarına, daha diqqətli olun. Deyir kartlar, narahat olmayın. Üçüncü variant sizə baxırım, nə gedəcək həyatınızdan? Məhkəməlik bir iş var desə, bu mövzu bitəcək. Nəsə böyük dəyişikliklər olasıdır həyatınızda. Burada ola bilsin, karmическi dəyişikliklər ola bilər. Nəsə bitə bilər. Nəsə bitə bilər. Nəyinsə sonu ola bilər. Kiminsə sonu ola bilər. Belə bir şey deyim. Yeni başlanğıc görürəm. Yeni siz dəyişiklik eləyəcəksiniz. Elə bir ki, keçmişdəki siz olmayacaqsınız. Siz başqa cür baxacaqsınız həyata. Başa düşdünüzmü? Məsələn, bu il deyək ki, imşaq edirsə, nəyəsə yox deyə bilmirdirsə, üstünüzə gələn daha güclü olacaqsınız. Daha duxovlu inkişaf edəcəksiniz. Mənən, ruhən belə daha başqa cür dəyişiklik olacaq sizdə. Bura üçü tutanların çoxusu deyəsən elə ezoterika ilə məşğul adamlardır. Və burada da seçim eləməlisinizsə seçiminizi eləyin. Planlar cızırsınız, addım atmırsınız. Ola bilər nəyəsə başlamaq istəyirsiniz, iş ola bilər. Nə olur olsun da. Plan cızırsınız, addım atın. Addım atın. Hər şey yaxşı olacaq. Şaşırsınız. Karmическi nəsə bir şey başa çatasıdır. Özünüz dəyişərsiniz. Keçmişdəki siz yox olacaqsınız. Belə deyək ki də, yəni. Düşüncələriniz ola bilər dəyişər. Hansısa fikriniz dəyişəcək. Nə gəlir? Bax, daha hissiyatlı, daha düzgün, daha hər şeyi dərindən görən. Bax, belə olacaqsınız. Bəziləriniz çox güclənərsiniz. Bax, dostlar, çox güclənərsiniz. Burada papesta çıxıbdır bu. Ezoterika ilə məşğulsunuzsa çox güclü inkişaf eləyərsiniz. Burada daha çox ruhi inkişaf görürəm mən. İnsanlar daha çox ayılasısınız. Bəziləriniz sadəcə prosvetliyon ola bilərsiniz. Başa düşürsünüzmü? Nəsə, yeni yol, yeni başlanğıc, yeniliklər olasınız həyatınızda. Yaxşı mənada üçüncü variant. Bax, bu qədər dostlar. Abunə olun, klass verin, unutmayın, fikir bildirin, yazın. Şəxsi baxım üçün də WhatsApp-a müraciət edirsiniz. WhatsApp-a yazın. Sağ olun dostlar.